Bugün batareyalar sadece enerji mənbəyi deyil. Onlar müasir sivilizasiyamızın döyünən ürəyidir. Lityum-ion texnologiyası sayəsində portativ elektrik enerjisi artıq adi bir haldır. İstifadə sahələri mobil telefonlardan və notebooklardan tutmuş, elektrikli nəqliyyat vasitələrinə və şəbəkə miqyaslı enerji saxlanması sistemlərinə qədər genişlənir. Batareyalar dekarbonizasiyanın əsasını təşkil edir. Enerji müstəqilliyini artırır və şəbəkələri daha ağıllı edərək gələcəkdə iqlim dəyişikliyi ilə mübarizəyə həlledici təsir göstərəcək. Batareya texnologiyasının inkişafı voltaik elementin sadə kimyəvi prinsipinə əsaslanan uzun bir səyahətdir. Lakin onun ilk izləri çox daha qədimdir. Tarixin qədim dərinliklərində eramızdan əvvəl 250-ci ilə aid edilən Bağdad batareyası kimi sirlərlə qarşılaşırıq. Mis və dəmirdən ibarət olan bu obyektdən istifadə məqsədi, yəni elektroqalvanizasiya və ya tibbi məqsədlər mübahisəli olsa da, o, bəşəriyyətin kimyəvi enerjini elektrik enerjisinə çevirmə ideyasına hələ 1000 illər əvvəl maraq göstərdiyini göstərir. Əsl elmi sıçrayış isə 19-cu əsrdə baş verdi. Alessandro Volta 1800-cü ildə voltaik sütunu ixtira etdi və bununla da oksidləşmə reduksiya reaksiyaları vasitəsilə davamlı elektrik cəryanı təmin etdi. Bu təməl üzərində Frederick Daniel 1836-cı ildə daha stabil element yaratdı. Ən nəhayət Gaston Plante 1859-cu ildə ilk praktik təkrar doldurulan batareyanı, qurğuşun turşu batareyasını ixtira etdi. 20-ci əsrin sonlarında isə Li-ion inqilabı başladı. John Goodenough və Akira Yoshino kimi alimlər sayəsində interkalasiya prinsipi tətbiq edildi. 1991-ci ildə kommersiallaşdırılan Li-ion batareyası yüksək enerji sıxlığı və aşağı çəkisi sayəsində kütləvi elektromobilliyin və mobil elektronikanın əsasını qoydu. Hazırda batareya texnologiyasının gələcəyi startaplar tərəfindən formalaşdırılır. Bu startaplar Li-ionun çatışmazlıqlarını aradan qaldırmağa fokuslanaraq, bərk hal batareyaları kimi təhlükəsiz və enerji sıxlığı daha yüksək texnologiyalar, silisium anodları kimi tutumu kəskin artıran innovasiyalar və natrium-ion batareyaları kimi daha ucuz alternativlər inkişaf etdirirlər. Həmçinin bu startaplar batareya təkrar emalı üzrə yenilikçi metodları inkişaf etdirərək dairəvi iqtisadiyyatın tətbiqinə kömək edirlər. Bu səylər xammal asıllığını azaltmaqla və ekoloji təsiri minimuma endirməklə qlobal enerji keçidini gücləndirir. Batareyaların inkişafı artıq bir elm sahəsi deyil, bəşəriyyətin gələcəyə atdığı ümidli addımdır. Volta elementinin sadə kimyası ilə başlayan bu səyahət dünyanın enerji ehtiyaclarını qarşılamağa və hər birimizin daha yaşıl, daha əlaqəli bir həyat yaşamasına imkan yaradan davamlı, sonsuz bir gələcək vəd edir. Elektrik enerjisi tələbatı ilə işləyən bu yeni dünyanın qapıları batareyalarla açılır.